Davam edirik meyoz bölünmə. Öncə istədim ki, bu tapşırıqlara baxaq. Birinci tapşırığımızda deyilir ki, verilən mərhələləri işarə edilmiş hərfləri mitozun mərhələlərinə uyğun olaraq sxemdə yerləşdirin. Və həqiqətən də bu şəkilləri tanımalıyıq. Biz mitoz bölünmənin hansı mərhələsidir verilən şəkil, yəni bizə hər hansı bir bunun bir hissəsinin şəklini çəkib bizə verər və biz də bilməliyik ki, mitoz bölünmə hansıdır? Mitoz bölünmənin məsəl üçün bu hansı mərhələsidir? Digəri hansı mərhələsidir? Biz bunları şəkildən müəyyən edə bilərik. Ona görə şəkillərə diqqət yetirməliyik. Yəni birinci məsəl üçün A və B mərhələsi interfaza mərhələsinə aiddir. Çünki interfazanın əvvəlində dedik ki, onlarda presintetik mərhələdə xromosomlar tək xromatitli olurdu. Lakin ikinci və üçüncü mərhələdə iki xromatitli xromosomlar olur. Yəni interfazanın sonunda xromosom sayı dəyişmir, xromatit sayı 2 dəfə artır. Və bu da şəkildə yəni olaraq göstərilir. Və interfazanın əvvəlində hüceyrə mərkəzi tək olur. Artıq interfazanın sonunda hüceyrə mərkəzi sentriolların ikiləşməsi baş verir. Biz də həqiqətən də şəkildə görürük ki, 2 ədəd sentriol yaranmışdır. Deməli, A və B oldu interfazı. Digərinə baxaq, C və D. Birinci C profazanın əvvəlki mərhələsidir. Lakin profazanın sonunda dedik ki, nüvə qılafı həll olur, nüvə pərdəsi həll olur, itir və xromosomlar sərbəst halda sitoplazmada yerləşir. Və sentrollar, hüceyrə mərkəzləri isə qütblərə çəkilir. Tamamilə əyani şəkli C və D oldu profazaya. Digər isə Y mərhələsi oldu. Y mərhələsi lövhədə interfaza lövhəsi əmələ gətiribsə və hər bir xromosoma 2 ədəd bölünmə vətəri birləşirsə, artıq bu metafaza mərhələsidir. Anafaza mərhələsində isə artıq görürük ki, 2 xromatitli xromosomlar bir-birindən ayrılaraq qütblərə tək xromatitli xromosomlar çəkilir. Və sizə dərs zamanı izahda ola bilər unutmuşam. Bölünmə vətərləri bunlardır. Düzdürmü? Xromosomlara birləşən hissə. 2 xromatitli xromosoma birləşib. Düzdür? Bölünmə vətərləri. Bölünmə vətərlərinin uzanması baş verir telofaza mərhələsində. Çünki uzanaraq sentriollardan əmələ gəlir və uzanaraq gəlir hara? Sentromerə birləşir, uzanır. Lakin anafaza mərhələsində isə qütblərə çəkildiyinə görə tək xromatitli xromosomlar bölünmə vətəri qısalır. Deməli, bölünmə vətərlərinin qısalması baş verir hansı fazada? Anafaza mərhələsində və F variantı isə anafazaya uyğun gəlir. Yəni, Y metafazaya, F isə anafazaya uyğun gəlir. Artıq C isə bizə tam aydın şəkildədir. G və H mərhələsi isə telofazadır. Dedik ki, birinci telofaza mərhələsində karyogenis mərhələsi baş verir. Yəni, nüvənin bölünməsi. Sonda isə sitogenis mərhələsi baş verir ki, hüceyrənin bölünməsi. Və mütləq şəkildə də hər birinin düsturlarını əzbər bilməliyik. Digər burada deyir ki, xromosomların 2 xromatitli olması hansı mərhələlərdə müşahidə edilirdi? Məsəl üçün, bu verilənlər içərisində B mərhələsində onlar 2 xromatitli şəkildə də aydın görsənir. C mərhələsi, D mərhələsi, Y artıq F-də tək xromatitlidir. F, G, H-da xromosomlar tək xromatitli mərhələdə olur. Deməli, F, C, H-da tək xromatitlidir. Digərində isə B, C, D, Y-də isə 2 xromatitli olmuş olar. Burada isə bu çalışma çox yaxşı çalışmadır. Burada profaza mərhələsinə aid olan telofaza mərhələsinə aid olan xüsusiyyətlər verilmişdir. Birinci A variantı bölünmə vətərləri itir. Biz dedik ki, bölünmə vətərləri əmələ gəlməyə başlayır profazada. Bölünmə vətərləri tam formalaşır metafaza mərhələsində. Bölünmə vətərləri təkrar yenidən itir telofaza mərhələsində. Yəni 4-də məhz A variantını yaza bilərik. Davam edirik B variantı. DNT yüksək dərəcədə spirallaşır. Biz dedik ki, maksimal səviyyədə, yəni DNT dedikdə xromosomlar, xromatitlərin yüksək dərəcədə, maksimal dərəcədə spirallaşması məhz metafaza mərhələsinə uyğun gəlir. Xromosomlar hüceyrənin ekvator boyunca düzülür. Yenə metafazada xromatitlərin ayrılması nəticəsində xromosomların miqdarı 2 dəfə artır. Bu artıq anafaza
telefaza mərhələsidir. Nüvə pərdəsi və nüvəcik itir profazada, amma nüvə pərdəsi və nüvəcik yaranır. Bax, bu M-də verilib. Bu artıq telefaza mərhələsindədir. Bölünmə vətərləri yaranmağa başlayır profazada. Bir ana hüceyrədən 2 qız hüceyrə yaranır telefaza mərhələsində. Bölünmə vətərləri tərəfindən xromosomları təşkil edən xromatid hüceyrələri qütblərə çəkilməsi anafaza mərhələsindədir. Və anafaza mərhələsində tək xromatidlə xromosomlar qütblərə çəkilir və xromosomların sayı 2 dəfə artır və anafazada, yenə təkrar deyirəm, bölünmə vətərlərinin qısalması baş verir. J variantına baxaq. Qütblərə çəkilən xromosomların spiralları açılır. Deməli, spirallaşma baş verirdi profazada. Maksimal səviyyədə spirallaşma olurdu. Maksimal səviyyədə spirallaşma olurdu, deyirik ki, yenə metafaza mərhələsində. Lakin artıq xromosomlarda spiralların açılması telefaza mərhələsindədir və onlar sitoplazmada itir və biz sitoplazmada xromosomları görə bilmirik. Ona görə J variantını da telefazaya aid etmiş olaraq. Hüceyrə mərkəzinin ikiləşmiş sentrolları qütblərə çəkilirdi profaza mərhələsində, ikiləşirdi interfazada, qütblərə çəkilir ikiləşmiş sentrollar profaza mərhələsində, sentrollardan nə əmələ gəlirdi? Bölünmə vətərləri. Hər dövriyyədən başlayaraq xromatidlər sərbəst xromosomlar hesab olunurdu. Üzr istəyirəm, bu dövrdən başlayaraq xromatidlər sərbəst xromosomlar hesab olunurdu. Artıq biz bunu hansına aid etmiş olaraq? Təbii ki, biz bunu anafaza mərhələsinə aid edirik ki, anafaza mərhələsində sərbəst xromosomlar, yəni və yaxud da qız xromosomlar tək xromosomlardır. Tək xromosomlar da təbii ki, bu cür göstərilir. İki xromatidlər isə bu cürdür. Bir dənə tam şəklini çəkim. Bunlar 2 xromatidlidir. Amma tək xromatidlər, sərbəst xromosomlar və yaxud da qız xromosomlar bu cür göstərilir. Məhz anafazasında olur. Amma 2 xromatidli xromosomlar başqa cürdə yazar. Tam xromosomlar məhz bunu bu şəkili gözünüzün qabağına gətirir. Bu da çalışmamız. Digər çalışmamıza baxaq. Deyir ki, hər birinin tərkibində 12 cüt xromosom olan 100 hüceyrə mitoz yolla bölünmüşdür. Bölünmədən sonra hansı xromosom yığımına malik və neçə hüceyrə əmələ gəlir? Biz bilirik ki, insan orqanizmdə də istənilən bir canlıda, məsəl üçün, haploid xromosom cüt sayda xromosom yığımına malikdir. Məsəl üçün, insan orqanizmdə 23 ədəd haploid xromosom yığımı varsa, 23 cüt əmələ gətirir. Yəni 46 ədəd, 23 cüt. Əgər bu canlıda da desək ki, 12 cüt bizə məsələ şərtində verilib ki, 12 cütdürsə, yəni bunun 12 cüt, bunun diploid xromosom dəsti o deməkdir ki, 2M bərabərdir 24-də, haploid isə M bərabərdir 12-yə. Və deyir, 100 hüceyrə mitoz yolla bölünmüşdür. Biz də bilirik ki, bir ana hüceyrə mitoz yolla bölündükdə 2 yeni qız hüceyrə yaranır. Əgər 100 hüceyrə mitoz yolla bölünübsə, nə qədər hüceyrə yaranar? Təbii ki, 200 ədəd qız hüceyrə yaranır. Və hər bir hüceyrənin bölünmədən sonra xromosom yığımı əmələ gələn hüceyrə dedik ki, 200 hüceyrə əmələ gəldi və xromosom yığımı isə mitozdan əmələ gələn hüceyrələr, somatik hüceyrələr olduğuna görə biz bilirik ki, bir somatik hüceyrədən verilən şərtə əsasən 24 ədəd xromosom varsa, bəs 200 hüceyrədə nə qədər xromosom olar? Təbii ki, 24-ü 200-ə vurarsınız, bu deyilər 48 minə qədər. Yox, 48 min yox, 4800-ə qədər xromosom yığımına malik olar. Bu qədər rahat bu çalışmamızda. Davam edirik meyoz bölünmə haqqında. Hüceyrənin bölünməsi olan meyoz bölünmə, başqa bir adı da reduksiyon bölünmədir. Meyozis sözünün mənası isə azalma deməkdir. Ümumiyyətlə, bitki hüceyrəsində, heyvan, göbələk hüceyrələrində cinsi çoxalma zamanı cinsiyyət hüceyrələrinin, qametlərin yaranmasında iştirak edən çoxalma məhz meyoz bölünmədir. Və bitki hüceyrələrində çoxalmaya xidmət edən sporlar da məhz meyoz yolla yarana bilir. Sizə bir burada istisna deyim, biz 10-cu sinif dərslikdə də bunu qeyd eləmişdim ki, bitki hüceyrələrində, bitkilərdə qametlər həm mitoz yolla əmələ gələ bilər, həm də meyoz yolla. Məsəl üçün, mamırlarda, qıcıkimlərdə qametlər mitoz yolla yaranır. Lakin ali bitkilərdə, toxumlu ali
ali bitkilərdə, çılpaq toxumlarda, örtülü toxumlarda qamət meyoz yolla yaranır. Lakin sporla çoxalan, məsəl üçün biz deyirik ki, ibtidai bitkilər olsun, ali sporlu bitkilərdə sporun yaranması isə məhz meyoz yolla baş verirdi. Deməli, cinsiyyət hüceyrələrinin yaranması meyoz bölünmə ilə baş verir və meyoz bölünmə də interfaza mərhələsi mitozda olduğu kimi meyoz bölünmədən əvvəl interfaza mərhələsi baş verir və burada da interfaza mərhələsində bəzi orqanoidlər və DNT-nin kiləşməsi nə edir? Baş verir və bundan sonra gedir. Meyozun özünün 2 mərhələsi var. Hər bir mərhələ də 4 fazadan ibarətdir. Bunlar hansılardır? Profaza, metafaza və anafaza mərhələsindən ibarətdir. Yadınızda qalsın ki, birinci profaza, yəni birinci mərhələsi meyozun fərqlidir. Lakin meyozun ikinci mərhələsi tam mitozda olduğu kimi baş verir. İndi birinci profazasında meyozun nə baş verir? Yəni məhz birinci profazaya görə mitozun birinci profazasından fərqlənir. Yəni meyozun birinci profazası mitozun profazasından fərqlənir. Nəyə baş verir burada? Öncə təbii ki, burada xromosomlar spiral halında burulur, qalınlaşması baş verir, yoğunlaşır və bunlar işıq mikroskopunda görünür və bununla da biz xromosomların forma və ölçüsünü aydın müəyyən edə bilərik. Ən vacib olan xüsusiyyətlərdən profaza mərhələsində burada xromosomlar bir-birinə yaxın yerləşərək, bunlarda yaxınlaşaraq onlar xromosomların konjugasiya baş verir. Yəni konjugasiya baş verir. Ümumiyyətlə yadımızda qalaq ki, xromosomlarda əgər konjugasiya baş verməsə, həmin o canlının əmələ gətirdiyi qamətlər dölsüz olar. Yəni onlar çoxalmada iştirak edə bilməz. Dölsüz o deməkdir. Amma döllü nəsil əmələ gətirilməsi üçün, döllü olması üçün mütləq xromosomların konjugasiyası baş verməsidir. Lakin bundan əlavə xromosom çarpazlaşması da var ki, bu crossing overdir. Yadınızda qalsın, genetikada çalışmaları işləyəndə deyəcək, konjugasiya həmişə var. Yenə deyirəm, bu müxtəlif bir hallarda konjugasiya baş vermirsə, yəni müxtəlif növ xromosomların müxtəlif növdür də, məsəl üçün hər hansı bir məsəl üçün deyək bitkilərdən deyək, qarğıdalı bitkisindən, qarğıdalı bir başqa bitki növüdür, buğda başqa bir bitki növüdür. Qarğıdalı bitkisinin xromosomları ilə buğda bitkisinin növləri xromosomları arasında konjugasiya baş verməz və bunları bir-biri ilə çarpazlaşdıqda dölsüz nəsil alınır, dölsüz olur. Amma buğdanın eyni növ olan, buğda bitkisində olan xromosomları, eyni növünlərin xromosomları bir-biri ilə yaxınlaşdıqda konjugasiya baş verər və döllü nəsil alınır. Ona görə eyni növ daxilində çarpazlaşdırma olduqda döllü nəsil əmələ gəlir. Amma müxtəlif növlər arasında çarpazlaşma olduqda dölsüz nəsil əmələ gəlir. Bunu da inşallah seleksiyada deyəcək. Yəni konjugasiya olmalıdır. Amma crossing over və yaxud da başqa bir adı xromosom çarpazlaşması ola da bilər, olmaya da bilər. Yəni xromosom çarpazlaşması həmişə ola bilərmi? Deyə bilərik. Xeyr, ola da bilər, olmaya da bilər. Və bu xromosom çarpazlaşmasının, konjugasiyanın olması ümumiyyətcə burada müxtəlifliyin yaranmasına səbəb olur da. Yəni burada nədir? Müxtəlifliyin yaranmasına səbəb olur. Və müxtəliflik də yarandıqda yaranan yeni nəsildə yeni əlamətlər meydana çıxır. Məhz mitoz bölünmədə görürsünüzmü? Ana hüceyrədə olan genetik materiallar qız hüceyrəyə ötürülür və ana hüceyrədə hansı genetik xüsusiyyətlər vardırsa, qız hüceyrədə də həmin genetik xüsusiyyətləri var. Yəni orada müxtəliflik yoxdur. Amma meyoz bölünmədə məhz bu profaza 1-də baş verən konjugasiya, crossing over hadisələri nəticəsində onlarda müxtəliflik yaranır. Yəni məsəl üçün ana və məsəl üçün insanda olsun, qadın və kişinin xromosomları bir-biri ilə birləşərək bu zaman zigot yaranır, kombinativ dəyişkənlik baş verir və yeni yaranan evlad ana və ataya oxşar xüsusiyyətləri də olsa, amma özlərində də bir fərqli yeni əlamətlər daşıyır. Və bunu həyata keçirən profaza mərhələsidir meyozun. Dedik ki, bu meyozun profaza mərhələsində də sonunda nüvəcik itir. Nüvə qılafı həll olur. Xromosomlar sitoplazmada sərbəst halda nə edir? Görsənir və bu zamanda xromosom dəsti yenə interfazadan daxil olmuş hüceyrədə
olduğuna görə 4N, 2N 4C-yə bərabər olur. Yəni 2 xromatidli xromosomlar olur. Digər mərhələsi isə bu şəkilə də diqqət yetirək. Digər mərhələsi metafaza mərhələsidir. Şəkilə diqqət. Biz dedik ki, mitozun metafaza mərhələsində metafaza lövhəsini əmələ gətirən 2 xromatidli xromosomlar idi və bir cərgədə yerləşirdi. Düzdürmü? Bir cərgədə metafaza lövhəsi əmələ gətirirdi. Amma buna baxın, 2 cərgədə yerləşib xromosomlar. 2 xromatidli xromosomlar 2 cərgədə yerləşir. Hansı mərhələdə? Metafazanın birinci mərhələsində. Və metafazanın birinci mərhələsində mitozdan fərqli olaraq bir xromosoma, yəni tam xromosomlara bir ədəd bölünmə və təri birləşir. Şəklə diqqət yetirsəniz, bir ədəd bölünmə və təri birləşir. Yəni bir xromosoma bir ədəd bölünmə və təri birləşirdi. Hansında? Meyoz 1-də. Meyozun birinci hansı fazasında? Metafaza fazasında. Lakin mitozda necə idi? Hər ikisinə əlaqəli deyirəm ki, elə yadınızda saxlayın. Mitozda necə idi? Mitozun metafaza mərhələsində isə bir xromosoma 2 bölünmə və təri birləşmiş olurdu. Bunlara da diqqət yetirək. Və bu zamanda xromosomların sayını aydın öyrənə bilərik, onların homoloji xüsusiyyətlərini və xromosom sayını müəyyən edə bilərik. Digər fazamız isə anafazadır ki, anafaza şəklinə də yenə diqqət. Artıq anafazada xromosomlar nə edir? Qütblərə çəkilir. Tam xromosomlar qütblərə çəkilir. Yəni 2 xromatidli xromosomların qütblərə çəkilməsi baş verir. Yenə burada birinci profazada da düsturları ardıcıl yazacağım. 2N4C birinci profazada, metafaza 1-də 2N4C, anafaza 1-də də 2N4C. Bəli, amma telefazada isə sonda, birinci telefazada artıq 2 dəfə azalma baş verir. 2 Yox, bir dəqiqə. N2C. Xromatid sayı da 2 dəfə azaldı. Xromosom sayı da 2 dəfə azaldı. Ona görə N2C olur. Telefaza 1 mərhələsində. Təbii ki, telefaza mərhələsində də nə baş verir? Burada xromosomların sayı azaldı dedik telefaza mərhələsində və yeni 2 qız hüceyrə yarandı. Məhz buna görə də bu bölünmə reduksiyon bölünmə adlanır. Deməli, birinci meyozda neçə qız hüceyrə yarandı? 2 qız hüceyrə yarandı. Bunlara diqqət yetirək. Bizə məsələ şərtlərində olacaq, indi gələcəkdə testlərdə işləyəcək. Biri var, meyozun sonunda neçə qız hüceyrə yaranır və yaxud da soruşula bilər ki, birinci telefazada bir başlanğıc hüceyrə daxil olduqda neçə qız hüceyrə yaranır? Deyirik 2 hüceyrə. Bax, başlanğıc hüceyrəmiz budur. İnterfazadan daxil oldu. Profazada 1. Gəlir hara? Telefaza 1. Burada bitdi. Birinci mərhələmiz bitdi. Neçə qız hüceyrə görürük? 1, 2. 2 dənə qız hüceyrə. Deməli, bir başlanğıc hüceyrə daxil olduqda telefaza 1-in sonunda 2 ədəd qız hüceyrə yaranır. İndi bu yaranmış 2 ədəd qız hüceyrələr daxil olur hara? Meyozun ikinci bölünməsi olan, yəni profazaya. Və biz artıq burada düsturumuz necə idi? N2C idi. Həmin bu vəziyyətdə daxil olur da, yəni profaza 2-də N2C. Məhz telefazada da N2C olur. Lakin anafazada xromosom sayı 2 dəfə artır. Xromatid sayı deyil. Xromosom sayı 2 dəfə artır ki, 2N2C-yə bərabər olur. Telefazada isə tərsinə 2 dəfə azalır. N-C-yə bərabər olur. Və burada da görürsünüz ki, neçə xromosom yarandı sonunda telefaza 2-də, neçə üzr istəyirəm, qız xromosomu yarandı 4 ədəd. 1, 2, 3, 4 ədəd. Və bir başlanğıc hüceyrə, meyoz bölünmədə bir başlanğıc hüceyrə daxil olduqda yetişmə zonasına sonunda 4 ədəd qız hüceyrə yaranır. Telefaza 2-də və xromosom sayı da N-C-yə bərabər olur. Yenə deyirəm, meyozun ikinci bölünməsi məhz mitozda olan proseslər kimi baş verirdi.
və xromosomların sayı 2 qat azalması bu nə deməkdir? Biz bilirik ki, meyoz bölünmə ona görə reduksiyon bölünmə adlanır ki, xromosom sayı 2 dəfə azalır. Bunun səbəbi o deməkdir ki, ümumiyyətlə qametlər əmələ gəlir və qametlərdə yaranan xromosom yığımı sonsuz sayda arta bilər. Bəs bu qametlərdə xromosom sayının sonsuz sayda arta bilməməsi üçün məhz xromosom sayı 2 dəfə azalır və bunu mütləq şəkildə yadımızda saxlayaq. Yəni sual verilə bilər ki, niyə məhz əgər belə azalma baş verməsəydi, meyoz prosesində azalma baş verməsəydi nə baş verərdi? Deyirik ki, qametlərdə xromosom sayı sonsuz sayda arta bilər. Belə, bu qədər bunu yadımızda saxlayaq və sonda da nə eləyərdi? Müxtəliflik yaranmasına və hər bir növ üçün səciyyəvi olan xromosom yığımı bərpa oluna bilməzdi. Məhz meyoz bölünmədə xromosom sayı sonunda 2 dəfə azalması nəticəsində hər bir növün özü üçün səciyyəvi olan diploid xromosom yığımı bərpa olunur. Davam edirik. Biz dedik ki, məsəl üçün birinci profazada konjugasiya, crossover baş verir, lakin ikinci profazada nə gen mübadiləsi, nə də crossover, yəni xromosom çarpazlaşması baş vermir. Və metafazada da birinci metafazada 2 cərgədə yerləşirdi, lakin birinci metafazada 1 cərgədə yerləşir və mitozda olduğu kimi burada isə bir xromosoma 2 bölünmə vətəri birləşir. Bir xromosoma 2 bölünmə vətəri birləşir. Bunu dərs zamanı hər birini ayrı-ayrı da soruşacağım. Deməli, birinci metafazada bir xromosoma 1 bölünmə vətəri birləşir. Lakin ikinci metafazada bir xromosoma 2 bölünmə vətərləri birləşmiş olur. Bu çalışmaya baxmaq istəyərəm. Mitoz və meyoz prosesinin baş verdiyi sahələr. Meyoz yadınızda qalsın, cinsiyyət hüceyrələrində baş verir. Cinsiyyət hüceyrələrində məsəl üçün bizim insan orqanizmdə meyoz bölünmə hansı boşluqda baş verir? Deyərək çanaq boşluğunda, qadınlarda. Amma kişilərdə isə heç bir boşluqda meyoz bölünmə deyə bilmərik. Çünki toxumluqlar bədəndən kənarda yerləşir və toxumluqlarda isə cinsiyyət hüceyrələri əmələ gəlir. Yumurtalıqlar isə çanaq boşluğunda yerləşdiyinə görə təbii ki, orada nə baş verə bilər? Deyə bilərik ki, orada meyoz bölünmə baş verir. Lakin mitoz bölünmə istənilən bir bizim bədən boşluqlarımızda mitoz bölünmə baş verə bilər və bədən və somatik hüceyrələrimizdə, somatik və yaxud da bədən hüceyrələri eynidir. Mitoz bölünmə baş verir. Bir də əlavə olaraq yadımızda saxlayaq ki, İndi deyəcəm növbəti dərslərdə qametlərin əmələ gəlməsində ilkin cinsiyyət hüceyrələrinin yaranması məhz mitoz yolla baş verir. Fərqi mitoz yolla baş verir. Fərqi yoxdur yumurta hüceyrənin, spermatozoidlərin əmələ gəlməsi ilkin cinsiyyət hüceyrələri mitoz yolla bölünür. Sonra meyoz bölünməyə keçid edir. Bölünmələrin sayı mitozda 1 ədəddir, meyozda 2 ədəddir. Bunları dedik. Hansı hüceyrələr əmələ gəlir? Mitoz yolla somatik hüceyrələr əmələ gəlir. Meyoz yolla cinsi hüceyrələr əmələ gəlir. Əmələ gələn hüceyrələrin sayı mitoz bölünmədə 2 ədəddir, meyoz bölünmədə 4 ədəd. Crossoverin baş verməsi. Təbii ki, mitoz bölünmədə nə crossover, nə də gen mübadiləsi baş vermir. Lakin yəni nə konjugasiya gen mübadiləsidir. Crossover xromosom çarpazlaşmasıdır. Heç biri baş vermir mitozda. Baş verir meyozda. Meyozun hansı fazasında? Birinci profazasında. Qız hüceyrələrində mitoz bölünmədə yaranan qız hüceyrələrdə bir başlanğıc hüceyrədən 2 qız hüceyrə yaranır və hər bir qız hüceyrədə xromosom sayı 2n olur. Yəni diploid olur. Lakin meyoz bölünmədə isə bir başlanğıc hüceyrədən sonda 4 ədəd qız hüceyrə yaranır ki, hər bir hüceyrədə haploid xromosom sayına malik olur. Gəlin indi bu çalışmaya diqqət yetirək. Biz bu şəkillərdən hansı rəqəmlər mitoz bölünməyə, hansı rəqəmlər meyoz bölünməyə aid olduğunu tapmalıyıq. Yəni bu bizə vacib olan məqamlardır. Bir dəqiqə.
davam edək. Baxaq bu şəkillərə. Birinci mitoz və meyoz bölünməyə aid olan biz artıq şəkilə baxaraq yenə deyirəm, seçməliyik ki, bu mitoz bölünmənin şəklidir, yoxsa meyoz bölünmənin mi? Bax, birinci şəkilə baxsaq, görərik ki, rəng qarışığı var. Fikir verirsinizmi? Həm qırmızı var içi xromatitli xromosomda, həm də mavi rəng var. Artıq rəng qarışığı varsa, bu deməkdir ki, burada crossover gedib, xromosom mübadiləsi baş verib, gen mübadiləsi baş verib, yəni bir-birinə qarışıbdır. Ona görə biz bir rəqəmini yazarıq meyoz bölünməyə. Amma ikidə baxsaq, içi xromatitli xromosomlar ekvator xəttincə tək şəkildə düzülür, düzdürmü? Və bunlar heç bir xromosom çarpazlaşması baş vermir. Və biz bu iki rəqəmi ilə mitozun metafaza mərhələsini qeyd edə bilərik. Mitozun metafaza mərhələsini. 3 rəqəminə baxsaz, 3 rəqəminə bu artıq görərsiniz ki, rəngli hissə var və rəngli hissə var. Deməli, bu meyoz bölünmədir. Meyoz bölünmənin hansı fazasıdır? Və burada meyoz bölünməni yadınızda qalsın. İkinci metafaza mərhələsidir. İkinci metafaza mərhələsidir. Xahiş edirəm, səsimə diqqətdən qulaq asasınız. İkinci metafaza mərhələsidir. Niyə ikinci metafaza mərhələsi götürdüm? Çünki birinci metafazada iki cərgədə yerləşirdi. Biri də bunun üzərində olmalı idi. Yəni bu hissədə qeyd olunmalı idi. Ona görə biz onu götürürük. Üçüncü şəkli isə götürürük meyoz bölünmənin ikinci metafazasını. Dördüncü şəkil, bu heç bir dəyişkənlik olmuyor. Nüvə qılafı artıq həll olur, bölünmə vətərlər əmələ gəlir, sentrollar qütbə çəkilibdir. Sadəcə iki xromatitli xromosomlar sərbəst şəkildə yerləşir. Bunu isə mitozun məhz profaza mərhələsinə götürmüş olaraq. Çünki rənglər bir-birinə neyinib? Qarışmayıb. Deməli, bax, təkrar deyirəm, 1-i götürdük meyoz bölünməyə, 3-ü götürdük meyoz bölünməyə, lakin 2 və 4 mitoz bölünmə. İndi 5-ə baxaq. 5-ə baxsaq görürük ki, bölünmə vətərlərinin qısalması baş verib və nə edir? Tək xromatitli xromosomlar qütblərə çəkilib və burada xromosom qarışımı baş yoxdur. Yəni bir-birinə xromosomların crossoveri və yaxud da çarpazlaşması yoxdur. Ona görə 5-i biz götürərik hansı bölünməyə? Mitozun anafaza mərhələsinə. 8-ə diqqət yetirsək, görürsünüz, çox gözəl çalışmadır. Buna diqqət yetirin. Həmən bu şəkil bizə artıq meyozun birinci metafazasını göstərir. Çünki niyə? Artıq rəng qarışığı da var və iki cərgədə yerləşib. İki cərgədə yerləşmək yalnız meyozun birinci metafaza mərhələsidir. Yəni, altını da götürərək meyozun birinci metafazasına. 7-ci isə burada artıq telefazadır. Bunu isə yenə götürərik hara? İçi qız hüceyrənin yaranması mitoz bölünməyə. 8-ə baxsaq, 8-də yenə burada artıq yenə 8-i göstərsək, bu profaza mərhələsidir ki, sərbəst harda yerləşir. 8-i də biz yenə mitoz bölünməyə qeyd etmiş olarıq. Bəs baxaq 9. 9-da necədir? Artıq görürsünüz ki, burada xromosom rəng qarışığı var və ona görə bu meyoz bölünmədir. Meyoz bölünmənin birinci telefazasıdır. Niyə birinci telefazasıdır? Çünki artıq burada iki xromatitli xromosomlar var və 2 ədəd qız hüceyrə yaranıb. Birinci telefazasının düsturu necə idi meyozun? Necə yazmışdıq? N2C. Çünki 2 xromatitli idi. Bəli. Bunu da qeyd elədik. 10-cu şəkilə baxsaq qütblərə. İndi bu şəkil tam görsəmir 10-cu şəkildə, amma kitabımızda da verilib ki, tək xromatitli xromosomlar qütblərə çəkildi. Tək xromatitli xromosomlar qütbə çəkilibsə, rəng qarışığı da yoxdursa, bu hansı bölünməyə aid olar? Mitozun anafaza mərhələsinə. Bəli, 11 də yenə biz 11-i də mitoza aid edə bilərik. Bəli, profaza mərhələsinə aiddir. Lakin artıq biz diqqət yetirək, 12-ci mərhələdə isə tək xromatitli xromosomlar qütblərə çəkilib və yeni tək xromatitli xromosomlu qız hüceyrələr yaranır. Bu hansıdır? Telefazanın ikinci mərhələsi. Bəli, bura aid edirik telefazanın ikinci mərhələsi. Bəli, meyozun ikinci telefazası.
Davam edirik, istəyərəm digər çalışmamıza baxaq. Meyoz nəticəsində bir diploid hüceyrədən təbii ki, haploid xromosom yığımlı 4 hüceyrə əmələ gəlir. Tamamilə doğru. Heyvan hüceyrəsində crossing over hansı bölünmədə gedər? Meyoz prosesində baş verə bilər. Düzdür. Xromosom çarpazlaşması meyozda gedər yoxsa mitozda? Təbii ki, meyozda. Transkripsiya bilirik ki, üzünü köçürmədir, heç bir əlaqəsi yoxdur. Meyoz nəticəsində nüvədə xromosomların sayı 2 dəfə azalır. 2 dəfə çoxalmır, əksinə 2 dəfə azalır. Meyoz nəticəsində heyvan orqanizmdə cinsiyyət hüceyrələri yaranır. Heyvan orqanizmdə əzələ hüceyrələri mitoz bölünmə nəticəsində yaranır. Meyoz bölünmədə crossing overin mahiyyəti nə deməkdir? Crossing overin mahiyyəti deməli, mahiyyəti homoloji xromosomlarda mübadilənin baş verməsidir. Bəli, homoloji sahələrdə mübadilənin baş verməsi. Meyoz bölünmənin birinci metafazasında hər xromosomun tərkibində birinci metafazadan deyil, 2 xromatid olardı və 2 cərgədə düzülərdi. Tamamilə doğru, 2 xromatid. Hüceyrənin bölünməyə hazırlıq mərhələsi təbii fərqi yoxdur. Mitoz bölünmə olsun, meyoz bölünmə fərqi yoxdur. Bölünməyə hazırlıq mərhələsi interfaza adlanır. Və burada deyim ki, mitozun da interfazasında DNT-nin ikiləşməsi baş verir. Meyozda 2 dəfə interfaza baş verir. Birinci meyozda olan interfaza, bu zaman DNT ikiləşməsi baş verir, amma ikinci interfazada DNT-nin ikiləşməsi baş vermir. Xahiş edirəm, bu hissələrə diqqət yetirək. Digərində meyoz bölünmənin fazalarına uyğun prosesləri də deyək, yekunlaşdıraq. Birinci profazaya aid olan homoloji xromosomlar arasında konjugasiya prosesinin baş verməsidir. Yəni, A variantına 2 uyğun gəlir. Birinci anafazada isə homoloji xromosomlar əks qütblərə çəkilməsi. Tamamilə doğru. Homoloji xromosomlar nə deməkdir başqa cür? 2 xromatidli xromosomların qütblərə çəkilməsi. Birinci telofaza mərhələsində haploid yığımlı ikiləşmiş xromosomlar olan hüceyrələrin yaranması. Tamamilə doğru. İkinci metafaza mərhələsində isə baxaq, 5 rəqəmi uyğun gəlir ki, hüceyrədə xromosomların ekvatorda yerləşməsidir. Tamamilə doğru. Amma neçə cərgədə? Bir cərgədə. 2 xromatidli xromosomlar bir cərgədə yerləşir ikinci metafazada. Y variantını isə ikinci anafazaya uyğun gələn xromatidlərin ayrılması və qütblərə çəkilməsi. Yəni, tək xromatidli xromosomların və yaxud da qız xromosomların qütblərə ayrılması, çəkilməsi ikinci anafazada baş verir.